Kimi parodiya elədiyiniz üçün sizdən küsüb? Niyaməd Musayev, İnci ilə sonradan da biraz. Bəyənmir o deyəsən özünü parodiya eləyir. Yox, oxumağı parodiyaları danışmaqda əsəbləşmişdi. Bir dəfə deyib, bu ATV-nin həyətində görüşdük. Mən istədim biraz yayınam, görməsin. Mən gördüm. Əqam, verəcək söz deyir. Hələ görməyən görmədin. Dedim, yox, gördüm, Niyaməd Məmməd təs. Vallahi, var, bilsən, sən istedafda olansan. O görəm o necə o sənətkarların səsini yaşarsan, onlar necə parodiya. Mən də parodiya elə, mənim söz yemirəm. O danışmamı eləyəndə mən əsəb keçirəm. Dedim, yox, Niyaməddin müəllim, mən valla sizləri severəkdən parodiya edirəm. Mənim nəyimi sevirsən, mən deyirəm, yox, sənətinizi sevirəm, Allah köməyiniz olur. Elə may qardaş, bir şey olan sənlə yaxın olsun. Nədir, ha? Bunlar da deyirlər, nə üzülsən, Özdə, danışanda da, əsəbləşəndə də əl avtomasker olur.